Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu mənim kanalımda ilk videom olacaq. Mən bugündən etibarən bu kanalda səyahət videoları, gündəlik vloqlar paylaşmağı düşünürəm. İnşallah ki bir-birimizi sevərik. Mən indidən sizi sevirəm, siz də məni sevərsiniz deyə düşünürəm. Kanala abunə olmağı, videonu like etməyi, dostlarınızla paylaşmağı unutmayın. Təşəkkür edirəm. Biraz bu rəf haqqında danışmaq istəyirəm sizə. Mən bir ildir ki istifadə edirəm və çox bəyənirəm. Çünki mən uzun müddət çantaların bir-birinə dəyib izlər düşüb xarab olmasından və yaxud da bağlı yerdə, havasız yerdə qaldığı üçün dərsinin çorlanmasından əziyyət çəkirdim. Sonra belə bir vasitə tapdım və çox əlverişlidir, bəyənirəm. Uyğun qiymətə almışam, Azərbaycana çatdırılma ilə almışdım. Lakin sizin üçün baxdım. Bu tip rəflər var, amma Azərbaycan çatdırılması yoxdur. Düşünürəm ki, qiyməti ucuz olduğu üçün 35-50 manat arası təşkil elədiyi üçün qargo ilə alsanız belə çox da baha qiymət alınmayacaq. Ona görə məsləhət görürəm. Yüz baxımında ən önəmli rolu elə fırçaların, sponjların təmizliyi oynayır. Mən hər zaman onları belə rutin şəklində yuyuram. Salat düzəltməyi də, yeməyi də çox sevirəm. Burada düzəldirəm, yeyirik. Sonra anam bişirdiyi balıqdan yeyirik. Burada isə dırnaqlarımızı düzəltdiririk, evə gəlirik və yeni bir səyahət üçün çamadanlarımızı yığmağa başlayırıq. Sizinlə bir yerdə yığmaq istədim ki, fikir olsun sizə, nələr götürə bilərsiniz və düşündüm ki, maraqlı olar. Bu çamadanda isə səyahətə gedərkən daha çox nələr lazım olur, onlar yadınıza düşə bilər. Makyaj çantamı hazırlayıram, yerləşdirirəm, ardıca aksesuarlarımı götürürəm. Hər dəfə belə fərqli aksesuarlar yığıram ki, eyniliyi sevmirəm, fərqli geyimlərlə uyğun gələn aksesuarlarım olsun. Burada isə daraq, saç rezini aksesuarlarıdır. Bu isə səyahət boy mini saç tüsüdür. Saçı sağlam şəkildə qurmaq üçün bunu götürmüşəm və bu kiçik qablar sizə çox kömək olacaq. Bilirsiniz ki, bagaj olmadığı təqdirdə siz çox maya apara bilmirsiniz. Bu həqiqətən çox əlverişli qablardır. Çox da ucuzdur. Şamı orada ad günü çəkiliş edəcəyim üçün götürmüşdüm. Rexonaları da yerləşdirirəm. Bu paketdə isə xırda, yaddan çıxa biləcək lazımlı əşyaları götürmüşəm. Qulaq çöpü, makyaj silən disk, saçımı hörüb vurmaq üçün belə rezinlər, güzgü, türk nömrəsi və eynəklər. Hər işi son günə saxlamamaq üçün əvvəlcədən yadıma düşdükcə hər bir şeyi yığıb qoymuşdum. Sonra oradan götürüb bura yerləşdirdim. Geyimləri də ütülüyüb hazır qoymuşdum. Son günə heç bir iş qalmamışdı. Səyahətə çıxanda əvvəlcədən həmin yerin gəzməli, görməli yerlərini araşdırmaq, oranı rahat tapmaq üsullarını öyrənmək çox önəmlidir. Ona görə də qələm və bloknot götürmüşəm. Və beləliklə səyahət başlasın. Gəlin birlikdə İzmirə gedək. Burada da sizə mesaj göndərirəm ki, videonu like edin. Çatırıq və yollanırıq otelimizə. Dincəlmədən əynimizi dəyişib çıxırıq gəzməyə və belə bir çarşıya gəlib çıxırıq. Nədir belə?
Metro çıxışlarında belə aparatlar olur ki, sizə geri ödəniş eləyir. Gəlirik Optimum AVM-yə. Rahat yerdədir. Metrodan çıxan kimi üzbözdə molu görürsünüz. Optimum AVM. Girək görək nə var. İzmirdə tələqqümüzə getmək qismətdə var imiş. Mən bundan istəyirdim. Çox qəşəngdir axı. Bunu növbəti günə çəkmişəm. Əslində mola gəlmək fikrimiz yox idi. Sadəcə Çeşmə-Alaçatı avtobuslarının düz yanında yerləşirdi deyə mola girib görmək istədik. Qaydanda rahat gəzəcəkdik. Avtobusun qiyməti 190 TL idi. Yollar maraqlı idi. Uzun müddət dəniz qırağı ilə gedirsiniz, sonra da belə ağaclı yollarla gedirsiniz. Yəni tam şəkildə Alaçatı vibe'ını ötürür sizə yollar. Deməli, bu tərəf marinadır. Bu tərəf sahil, plajlar buradadır. Çarşıya doğru düşürsünüz. Olduğu halda səni belə danışmağa nə vadar eləyir, nə məcburdur. Ola bilər hə. O çox qəşəng idi, ondan istəyirdim. Bunlar maqnit olsaydı. Belə elə bir bu da olar, amma bunun şey yoxdur, həsiri. Bu avtobuslar Çeşmədən Alaçatıya aparır. Buradan enirsiniz, gəlirsiniz və düz Alaçatının girişində bu məşhur dəyirmanlardır. Təbii ki, mən yenə maqnitlərdəyim. Bir şey almamışlar da, Alaçatı. Alaçatı almadım. Və avtobusun son dayanacağı yenə İstinya Park olur. Rahatlıqla mola girə bilərsiniz. Bayaq bildirdiyim kimi Alaçatı avtobuslarına çatmaq üçün molu gəzə bilməmişdik. Dönüşdə girməyi planlaşdırırdıq. Digər tərəfə keçmək üçün istifadə edirdilər. Ona görə də mənə maraqlı idi. Çünki ilk dəfə idi ki, belə bir nəqliyyat vasitəsinə minirdim. Növbəti günün səhərsi gəldik İzmir Kordon sahili gəzintiyə. Axır ki, o məşhur Dostlar fırınına gəlib çıxdıq. Nə yalan deyim, əvvəlcədən bəyəndiyim və planladığım bir yer olsa da, həmin gün plansız şəkildə təsadüfən qarşısından keçirdik və özümüzü içəridə tapdıq. Müxtəlif cür boyazların dadına baxdıq, hər birini bəyəndik, dadlı və təzə idilər, keyfiyyətli hazırlandığı da bəlli olurdu, ona görə də tövsiyə edəcəyim bir məkandır. İzmirin simvolik yerlərindən biri olan Saat Kulesinə də gəlib şəkillərimizi çəkdirib yola davam edirik. İndi gedəcəyimiz yer tarixi liftdir. O vaxt iki küçəni bir-birindən 155 pilləli pilləkən ayırırmış və gediş-gəliş çətin imiş. Elə bu səbəbdən bu lift inşa edilib. Elə ona görə də 50 metrdən çox hündürlüyü var. Yuxarıda çox gözəl mənzərə var.
Demək olar ki, bütün İzmir görsənir və qəşəng kafe, restoranlar var. Şiddətlə tövsiyə edirəm. Başqa aləm idi. Bizdə belə irisinə və dadlısına rast gəlməmişəm. Bizdən qat-qat ucuz və çox dadlı. Yol tədarüklərimizi almışıq və gedirik. Metro Turizmin ödənişsiz avtobus xidməti var və olduğumuz yerdən avtovağzala qədər aparır. Hara getdiyimi öyrənmək istəyirsinizsə, digər videoma keçid edib izləyin. Kanala abunə olmağı, bildirişləri açıq saxlamağı, videonu bəyənməyi unutmayın. Dostlarınızla paylaşsanız sevinərəm. Hələlik.